Salam dostlar, hər vaxtımız xeyir olsun. Bu videoda XZ Match kampaniyası haqqında danışacağıq. 3 tür demək match kampaniyaları var. XZ, Phrase and Broad. Phrase and Broad haqqında növbəti videolarda ətraflı danışacağıq. İndi isə fokus olaq XZ Match-ə. Biz Magnetdən əvvəlki videoda göstərdim bunu. Necə açar sözləri eksport elədik, çıxartdıq, hansı ki bizim məhsulumuzla əlaqəlidir. Bu açar sözlərdən birini seçək. Məsələn, analog alarm clock. Olduğu kimi müştəri bu açar sözü gəlib Amazon.com-da heç bir dəyişiklik eləmədən əvvəlini və ya axırına olduğu kimi yazdıqda qarşımıza reklamlar çıxır. Hansı ki, baxın, sponsored product resultın altında olanlar. Yuxarıdakına fokuslanmırıq. Bu sponsored branddir. Bu növbəti kateqoriyadır ki, hansı ki bizim brend registrasiya tələb olunur ki, yuxarıda bir brendin bütün məhsullarını göstərən kampaniya icazə verir. Ancaq biz hal-hazırda fokus oluruq sponsored produktlara və bunlara. Həmin açar sözdə hansı ki qeyd olunub analog alarm clock. Burada exact olduğu kimi axtardığımda bu məhsul qarşıma çıxdı. 1. Demək, həmin bu sözdə, keyworddə bizim sponsor rəngimiz ən yuxarıda olan budur. Sponsor product olaraq. İkinci, Oreo brendidir. Üçüncü, yaşıl gördüyümüz saatdir ki, sponsor rəngi 3-dür. Bunlar demək bizi onu göstərir ki, birbaşa çox sadə məntiqi var. Axtarırıq sözü və qarşımıza çıxan ən yuxarıda olan açar reklamlar onu göstərir ki, demək birbaşa bu sözə fokuslanmış kampaniyalardılar. Exact match. Təxminən belə bir məntiqlə yanaşsaq, asanlıqla başa düşürük. İndi isə keçək, exact match necə yaradılır? Keçirik indi isə Seller Central-a. Seller Central-da Campaign Manager-ə keçirik. Campaign Manager-dən aşağı düşmürəm, mənim hal-hazırda yaratdığım aktiv olan kampaniyalar var, onlar görsənməsin. Siz ümumi məntiqə fokus olun ki, Campaign Manager-ə gəlib Create Campaign edirik. Create Campaign-ə vurduq, bəli. Create Campaign açıldığı zaman bizim qarşımıza brendimiz registrasiya olduğuna görə və Upload kontentimiz olduğuna görə bizim üçün hamısı aktivdir. Sponsor Product, Sponsor Brand, Sponsor Display, Sponsor TV aktivdir. Lakin sizdə ilkin etaplarda Upload və ya brend registrasiya olmadığından Sponsor Product olaraq bizə birinci ilə işləyəcəyik. Və bura Continue düyməsinə klik edirik. Demək biz burada gəldik indi kampaniya yaratmaq üçün, Exact Match kampaniyamızı yaratmaq üçün burada nə edəcəyik? İlkin etapda kampaniyamıza ad verməliyik. Məsələn, nə edək? Analog alarm clock Exact Match deyək. Yazıram, bilinsin ki, Exact Match-dir. Və keyword deyək ki. Belə edək. Necə sizə uyğundur o formada yarada bilərsiniz başlığı. Keyword Exact Match. Keyword Exact Match, bəli, belə. Demək, başlığımızı belə yaradırıq ki, analog alarm clock, keyword Exact Match. Kimə necə uyğundursa elə davam edə bilər. Başlığımızı yaratdıqdan sonra aşağıda, indi yenə onu göstərməyəcəm məhsullarımı. Siz oradan, burada Add All This Page var. Orada neçə azeniniz varsa, oradan seçirsiniz. Hansı ki, reklam vermək istədiyiniz azenizi add eləyirsiniz. Add elədiksə, bu sağ tərəfdə ekrana gələcək. Onları da elədiyinizi sayıram. Sonraki etapda gələcək Auto Match, yoxsa Manual Match. Biz buradan öncəki videoda Auto Match haqqında danışdıq. İndi isə Manual Match-ə daxildir Exact Match. Manual Match seçirik. Burada iki cür var. Manual Match-in içində. Keyword yoxsa Product Targeting. Biz Exact Match-də Keyword Targeting olduğuna görə Product Targeting azinlərdir. Buradan bizim çıxartdığımız azinlərin haqqındadır. Biz buradan Keyword Target seçirik. Ondan sonraki etapda biz bura gəlirik. Buradan Broad Match, Phrase Match, Exact Match. Hansını istəyiriksə, hal-hazırda Exact üzrə danışdığımız üçün onu seçirik və Enter list edirik. Enter list elədiyimiz zaman biz çıxartdığımız açar sözlər ki var idi. Buradan listimizi götürürük, kopyalayırıq, gəlirik, yapışdırırıq. Yapışdırdıq və add keyword elədiyimiz zaman Amazon özü bizə, burada məsələn az olsun deyə 2 dənəsini seçirəm və add keyword eləyirəm. Avtomatik olaraq Amazon bizə deyir ki, 40 sentdən istəyirsiniz bu bitləri əlavə eləmək. 40 sent bidlə açar sözləri əlavə edeyim. Yes verdim, davam elədi. Mən remove all eləyirəm və suggested-in yerinə
Mən istəyirəm ki, custom olsun. Yəni custom mənim özümün istədiyim bid olsun. Mən custom edirəm, məsəl üçün deyək 38 asar sözləri yenidən yapışdırıram və add keyword elədiyim zaman bütün keywordlərə 38 bidlə yapışdırılır ora. Məsləhətim budur ki, əgər exit eləyirsə, yuxarıdan aşağı düşməyin, aşağıdan yuxarı qalxın. Bir də aşağı verin, custom eləyin. Amazon suggestion da bəzən aldada bilər insanı. Ən yaxşısı irəliləmək üçün custom isə customdan sonra da əgər xərclənmirsə bidləri günü-gündən sent artırırıq. 4 sent, 5 sent, 6 sent baxır sizin demək strategiya. Bidlər qalxır ta ki xərclənənə qədər. Sonra da qiymətləndiririk ki, xərclərin geri dönüşü, yəni konvertasiyası necədir. Bunu da əlavə elədik. Aşağıda gəlirik negativ keyword targeting. Biz əgər burada seçmişiksə exact match, bizim negativ keyword seçməyimiz heç uyğun deyil. Mən seçmirəm, çünki artıq mən birbaşa nə lazımsa onu mən qeyd eləmişəm. Hədəfim exactdır. Əgər browser phrase olsaydı, bəli, mən negativ əlavə edərdim ki, indi onlar haqqında danışanda daha aydın başa düşəcəyik. Sözün əvvəlində və sonunda nəsə əlavə sözlər Amazon tərəfindən qeyd olunmağına deyilir. Bunun üstündən keçirik. Negativ match-ə ehtiyac yoxdur. Bidlər up and down. Buradan down only seçirəm ki, maksimum mən 38 yazdım. 38-in və 38-in altında xərclənsin hər klik başına. Ancaq mən up and down qoysaydım, 38-i deyək 2-yə vuraq, 100% aşağı yuxarıdan söhbət gedir ki, up and down 100%. 38-i 2-yə vuranda eləyəcək 60-76. 76 sentə qədər xərclənə bilər. O isə mənə sərf eləmir. Amazon da mümkün qədər çəkməyə çalışacaq. Ona görə də ən qarantisi down only ilə davam etməkdir. Fixed isə odur ki, hər hansı bid olur, hər hansı klik gəlir gəlsin, aşağı yuxarı olmayacaq. Net olur 38 sent xərclənəcək hər klik başına. Və placement bölümü var. Placement bölümü ilkin etaplarda uyğun deyil, məncə heç baxmayın. Bu o zaman növbəti addımlarda görəcəksiniz ki, hansı placementdə hansının daha çox satış gəlirsə, onu faiz olaraq artıra bilərsiniz ki, məsələn, exact match-i deyək ki, $1 qoymusunuz və down only-dir, düzdür? $1-dan artıq xərclənməz. Amma siz görsəniz ki, məsəl üçün top of search-də sizin burada məsələn 4-5 satışınız gəlir və yaxşı olsan, bunu məsələn 10% artıra bilərsiniz. Bu o deməkdir ki, baxmayaraq ki, sizə down only-dir və exit match-dir, 10% sizin bidiniz qalxa bilər. Məsələn, $1-dırsa $1 10 sentə kimi icazə verirsiniz xərcləməyə. Və bura eyni adı yapışdırırıq, hansı ki biz yuxarıda əlavə elədik kampaniyanın demək ad group name əlavə elədik. Bizim belə kampaniyada ad grupda olduğu adı yapışdırırıq. Portfolyomuz varsa onu seçirik. Kampaniyamızın end date-i qoymuram. End date çünki hər gün mən kontrol elədiyimə görə end date ehtiyac yoxdur. Başlama tarixi kifayətdir. Country Germany görürsünüz burada. Və daily budget. Daily budget 10-15 euro kifayət eləyər. Belə. Bundan sonra isə launch campaign və kampaniyamız hazırdır. Exact match belə dostlar. Nə sualınız olarsa buyurub yaza bilərsiniz kommentariya bölməsinə və birbir PPC haqqında konsultasiya üçün WhatsApp description bölümünə qeyd edəcəm. O nömrə ilə əlaqə saxlaya bilərsiniz. Hələlik uğurlar hər kəsə karyerasında, biznesində özünüzdən müğayət olun.